Hal-hazırda Tovuz rayonunun Əlmərdanlı kəndindəyik. Qəhrəman şəhidlərimizdən olan antiterror şəhidi Cəfərov Rəvan Məhəmmədəli oğlunun ata ocağındayıq. Allah ruhunu şad eləsin. Allah doğmalarına səbir versin. Rəvan əskər idi. Əskərlikdən evə dönməsinə Rəvanın 8-10 gün qalmışdı. Şəhadətə ucaldı. Allah ruhunu şad eləsin. Kəndimizin körpə qəhrəmanı. Bayramı mübarək olsun. Yeni ilin mübarək olsun. Bura Rəvanın ev muzeyidir. Şəxsi əşyalarıdır. Anaların, ataların təsəlli aldığı bu otaqlardır. Bu otaqlar onların bəy otaq olasıydı. Bəzən çaşlar o qədər çox olur ki, can cibindən çıxan puludur. Onu da qeyd edeyim ki, Rəvan şəhadətindən sonra bir neçə medalla yanaşı 3-cü dərəcəli ordenli də təltif olunub cənab prezidentimiz tərəfindən. Öz kəndimizdən keçən bütöv bir yolu da inşallah Rəvanın adına veriləcək. Təsdiqini gözləyirik. Haqqınızı bizlərə həvalə eləyin, qəhrəman oğullar. Haqqınız ödənməz. Nə şəhidlərimizin, nə valideynlərinin. Heç birinin haqqı ödənməz. Mən hər zaman demişəm, yenə də deyirəm, şəhidlərimiz bizim ən doğma kəslərimizdir. Çünki canından, qanından keçə bilən ancaq doğma kəslər olar. Onlar da bizlər üçün, vətən üçün öz canlarına fəda elədilər. Həm də ki, bilə-bilə ki, ölümə gedirlər. Və ölümün gözünə dik baxa-baxa canlarını, qanlarını fəda etdilər. Allah Rəvanımızın timsalında cümlə Azərbaycan şəhidlərinin ruhunu şad eləsin. Eyni zamanda qazilərimizə Allah can sağlığı versin. Bəhmanımız başda olmaqla bütün qazilərimiz şəfasına qovuşsun. Hal-hazırda bəhmanımız da çox ağır vəziyyətdədir, xəstəxanada yatır. Allah öz kömək olsun. Dualarımız sizinlə də.